Salam dəyərli izləyicilər, yeni dərs izahları ilə yenidən qarşınızdayıq. Bugün də sizinlə 6-cı sinif rus bölməsi şagirdləri üçün Azərbaycan dili dərsliyinin 108-ci səhifəsindəki dərslərin izahına başlayırıq. Yeni bölməmiz xeyriyyəçilərdir, 5-ci bölmə. Xeyriyyəçilər, xeyriyyə sözündən belə deyək, xeyriyyə cəmiyyətə, insanlara xeyir verən insanlardır ki, bu bölməmizdə həmin insanların bəziləri ilə tanış olacaq. İlk öncə gəlin tapşırığına baxaq. Lüğətin köməyi ilə xeyir və xeyir sözlərinin leksik mənaları arasındakı fərqi izah edin. Gördüyünüz kimi əvvəla sözün leksik mənasına keçməzdən öncə yazı qaydasına baxaq. Orfoqrafiyadan bildiyimizə görə görürsünüzmü? Bir sözümüz xeyir sözü yox, inkar mənasını bildirir. Xeyir isə fayda, mənfəət, qazanc mənasını ifadə edən sözümüzdür. Və leksik mənaları da gördüyünüz kimi yetərincə fərqli olan sözlərdir. B tapşırığında bir sual verilir bizə. Sizcə xeyriyyə sözü xeyir sözünün hansı mənasından yaranmışdır? Xeyriyyə söz fayda, mənfəət, qazanc, yaxşılıq, yaxşı iş. Burada təbii ki, xeyir sözü fayda, mənfəət, qazanc anlamına gəlir. Xeyriyyə isə yaxşılıq, yaxşı iş anlamındadır və bu xeyir sözündən yaranan xeyriyyə sözümüz yaxşılıq, yaxşı iş mənasını ifadə edir. Xeyriyyə sözünün kökündə hansı dəyişiklik baş vermişdi? Səbəbini izah edin. Bəli, xeyriyyə sözünə diqqət yetirsəz, baxın, xeyir sözündə xeyir, xeyriyyə sözündə isə xeyriyyə. Buradakı bir deməli i saitimiz düşmüşdü. Çünki iyyə şəkilçisi artırılmışdı xeyir sözünə və burada i səs saitini itirmişdi. Və mənfəət sözü o anlamına leksik mənası mənfəət sözü, daha doğrusu yaxşı iş, faydalı iş görmək, yaxşılıq etmək anlamına gəlir. Qrammatik cəhətdən isə xeyir sözü burada iyyə şəkilçisini götürmüşdü və sözün kökündə dediyim kimi sait düşməsi hadisəsi baş vermişdi. C tapşırığında sizcə xeyriyyə təşkilatlarının missiyası nədir? İlk öncə sözlərin izahına baxaq. Missiya müəyyən məqsədə xidmət edən fəaliyyət, vəzifə deməkdir. Və burada da xeyriyyə təşkilatlarının əsas missiyası, vəzifəsi məhz faydalı olmaq, insanlara xeyir verməkdir. C tapşırığından baxaq. C tapşırığında aşağıdakı məlumatlara əsasən Heydər Əliyev Fondunun missiyası haqqında danışın. Gəlin danışaq. İlk öncə məlumatlarla tanış olaq. Heydər Əliyev Fondu əsas fəaliyyət istiqamətləri. Təhsil sahəsində uşaq evləri və internat məktəblərinin təmiri və inşası, Azərbaycanda və xaricdə yeni orta məktəblərin inşası və avadanlıqla təchiz edilməsi, uşaq bağçalarının təmiri və müasir avadanlıqla təchiz edilməsi, uşaq festivallarının təşkili. Səhiyyə sahəsində tibb müəssisələrinin təmiri və inşası, xəstəxanalarda müasir tibb avadanlığı ilə dərmanlarla təmin edilməsi, müxtəlif xəstəliklərdən əziyyət çəkən yardım məqsədi ilə xeyriyyə aksiyalarının təşkili, talasemiya xəstəliyinin müalicəsi üzrə ixtisaslaşan xəstəxanaların inşası, qan bankının yaradılması, bu sahədə başqa dövlətlərlə əməkdaşlığın gücləndirilməsi. Mədəniyyət sahəsində Azərbaycanın tarixi abidələrinin bərpası, müxtəlif incəsənət festivalları və sərgilərin təşkili, Azərbaycan mədəniyyətinin dünyada təbliği üçün müxtəlif layihələrin həyata keçirilməsi. Daha sonra deməli, idman sahəsində məktəblərdə idman zalları, futbol meydançalarının yaradılması, parklarda mini stadionlar, idman qurğuları ilə təchiz olunmuş sahələrin yaradılması, müxtəlif idman marafonları və yarışların təşkili, ağacəkmə aksiyalarının təşkili, bu ətraf mühitə aiddir, ağacəkmə aksiyalarının təşkili, ağacların kəsilməsinə qarşı mobil qrupun və qaynaq xəttin yaradılması. Bu məlumatlardan çıxış edərək biz mətn hazırlayıb danışacağıq və bir növ D tapşırığı ilə gəlin bir əlaqələndirək. Burada şəkillər verilmişdi. Aşağıdakı şəkillərin siyahıda verilmiş hansı məlumatlara aid olduğunu müəyyən edin və yarımbaşlığı genişləndirin. Baxaq, Vatikanda Azərbaycan xalçalarının nümayişi. Bu hansı yarımbaşlığa uyğun olacaqdır? Gəlin baxaq, bu təbii ki, mədəniyyət yarımbaşlığına uyğun olacaqdır. Çünki mədəniyyət sahəsində verilmiş məlumatlara istinad edərək biz buna deyə bilərik ki, mədəniyyət yarımbaşlığına uyğundur.
Burada mədəniyyət, Azərbaycan tarixi abidələrinin bərpası, müxtəlif incəsənət festivalları və sərgilərin təşkili, Azərbaycan mədəniyyətinin dünyada təbliği üçün müxtəlif layihələrin həyata keçirilməsi. Buna görə biz deyə bilərik ki, Heydər Əliyev Fondunun missiyalarından biri Azərbaycan mədəniyyətini dünyada təbliğ etməkdir. Fond bu məqsədlə müxtəlif layihələr həyata keçirir, festivallar, sərgilər təşkil edir. Məsələn, Vatikanda Azərbaycan xalçalarını nümayiş etdirməklə Azərbaycan xalçaçılıq sənətini dünyada tanıtmışdı. Digər bir şəklimizə baxaq və yarımbaşlığa əsasən mətn hazırlayaq. Demək, gördüyünüz kimi ikinci şəklimizdə insanlar burada ağac əkirlər və şüarımız var burada. Ağac əkək, qoruyaq, bu ənənəni yaşadaq. Yarımbaşlığı ətraf mühit yarımbaşlığına uyğun olacaqdır. Onu da belə qeyd edə bilərik ki, Heydər Əliyev Fondunun əsas missiyalarından biri də ətraf mühitin müdafiəsidir. Bu məqsədlə müxtəlif layihələr həyata keçirilir. Onlardan biri də ağac əkmə aksiyasının təşkili, ağacların kəsilməsinə qarşı mobil qrupun və qaynar xəttin yaradılmasıdır. Məsələn, fond hər il ağac əkək qoruyaq, bu ənənəni yaşadaq adlı ağac əkmə aksiyası keçirir. Digər şəkildə isə biz küləyə qalib gəl şüarı altında keçirilən Bakı marafonunu görürük və bu şəkil biz deməli idman yarımbaşlığına əlavə edərik. İdman yarımbaşlığında verilmişdik. Məktəblərdə idman zalları, futbol meydançalarının yaradılması, parklarda mini stadionlar, idman qurğuları ilə təchiz olunmuş sahələrin yaradılması, müxtəlif idman marafonları və yarışların təşkili və şəkildə də həmin marafonu görürük. Bu yarımbaşlıq üçün də belə bir mətn hazırlaya bilərik. Deyə bilərik ki, Heydər Əliyev Fondu Azərbaycanda idman sahəsinin inkişafı üçün bir çox layihələr həyata keçirir. Məktəblərdə idman zalları, futbol meydançaları yaratmaqla şagirdlərdə hələ kiçik yaşlardan idmana maraq yaradır. Parklarda mini stadionlar, idman qurğuları ilə təchiz olunmuş sahələrin yaradılması ilə idmanın şəhər əhalisinin günlük rejiminə çevrilməsinə kömək edir. Müxtəlif marafonlar, idman yarışlarının təşkili insanlarda sağlam rəqabət hissi formalaşdırır. Küləyə qalib gəl şüarı altında keçirilən Bakı marafonu əhali tərəfindən maraqla qarşılanır və hər il minlərlə adam bu marafonda iştirak edir. Bu bizim idman sahəmizə aid olan deməli şəklimiz oldu. Digər şəkildə isə fondun rəhbəri Mehriban xanım Əliyeva festival iştirakçıları ilə görüşdə. Bu şəklə aid olan yarımbaşlığımız isə bizdə deməli təhsil sahəsinə uyğun gəlir və biz təhsil sahəsində onu deyə bilərik ki, Heydər Əliyev Fondu Azərbaycanda təhsil sahəsinin inkişafına, burada bax məlumatlara da istinad edərək belə deyə bilərik. Təhsil sahəsinin inkişafına xüsusi diqqət yetirir, uşaq evləri, internat məktəbləri tikilir, təmir etdirilir, yeni orta məktəblər, uşaq bağçaları inşa edilir və avadanlıqla təchiz olunur. Fond tərəfindən tez-tez uşaq festivalları təşkil edilir ki, bu da öz növbəsində yaradıcı uşaqları həvəsləndirir. Fondun rəhbəri Mehriban xanım Əliyeva həmin festivallarda iştirak edir, uşaqları dəstəkləyir. Belə burada iki söz mücrümüz var. Söz mücrümüzdə avadanlıq və aksiya sözləri verilmişdir. Bunların da avadanlıq olacaqdır. Avadanlıq, оборудование, aksiya isə aksiya kimi tərcümə olunacaqdır. Keçək D tapşırığına. D tapşırığında bizə nələr verilmişdir? D tapşırığını bir dəqiqə. Deməli, D tapşırığına yerinə yetirdik. E tapşırığına baxırıq. İnternet vasitəsilə Heydər Əliyev Fondunun gördüyü işlər barədə araşdırma aparın. Oxuduğunuz məlumatlardan bir neçəsini əldə etdiyiniz faktlarla əsaslandırın. Nümunə olaraq belə bir cədvəl verilmişdir. Məlumat alırıq. Tutaq ki, siz bu araşdırmanı siz yerinə yetirəcəksiniz və paylaşsanız mənim üçün də maraqlıdır ki, siz hansı məlumatları əldə edəcəksiniz, yaxşı olardı. Talasemiya ilə mübarizə aparan bir sıra dövlətlə əməkdaşlığın genişləndirilməsi. Buna fakt olaraq göstərilmişdir. Fondun təşəbbüsü ilə Bakıda Talasemiya mərkəzi inşa edildi və 2009-cu il mayın 9-da istifadəyə verildi. Bu şəkildə araşdırma aparıb məlumat toplayıb və fikirlərinizi əsaslandıracaqsınız faktlarla. Bugünlük bu qədər. Növbəti dərs izahında görüşərik.